Bir nəfər deyir, gördüm xanım Fatimə Zəhra Həzrət Həmzənin qəbrinin üstündə ağlayır. Deyir, gəldim yaxına, dedim ki, xanım, Peyğəmbər aşkar söz deyib ki, Əli mənim davamçımdır, məndən sonra imamdır. Həzrət Zəhra deyir, mənə dedi ki, Qədirxum yaduzdan çıxıb, necə yəni sual verirsən? 100 neçə min adamın qabağında deyib, necə sual verirsən? Deməyib ki, kimin mövlası mənəm, Əli onun mövlasıdır, deyib. Deyir, onda belə deyir, dedim. Dedim ki, əgər belədirsə, Allahın Peyğəmbəri deyib, imamət Əlinin haqqıdırsa, bəs niyə meydana çıxmadı axı? Niyə meydana çıxmadı? Hamı meydandaydı, bu görsənmirdi axı. Onda deyir, xanım Zəhra mənə dedi ki, Ləqəd qalə Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm, məsəlül imam, məsəlül Kəbə. Deyirsən, bəs eşitməmsən Peyğəmbər buyurub ki, imam Kəbə kimidir. İmam Kəbə kimidir və iz tu'ta və la tə'ti, cəmaat onun başına dolanır, Kəbə cəmaata tərəf gəlmir, imam oturar, cəmaat ona tərəf gələr. Özdə necə gedəsən, bu da şərtdir, ha? Havaya düşüb getmək yox. Cəmaat gəldi də 3-cü xəlifədən sonra Həzrət Əlinin qapısına. Həzrət Əli dedi ki, məni buraxın, gedin başqasına tərəf. Neyinirdi Həzrət Əli? Təvazökarlıq elirdi, yox. Haqqıydı onun, imamət onun haqqıydı, xilafət onun haqqıydı. Bəs nə üçün deyirdi? Çünki görürdü ki, cəmaat yenə də gəlib, imamı öz nəfsinə vasitə eləmək.